Təmayül siniflərinin tətbiqi ilə bağlı valideynlər arasında narazılıq yaranıb. Xüsusilə övladları buraxılış siniflərində təhsil alan valideynlər hesab edirlər ki, təmayül qruplarının seçimi həm şagirdləri, həm də valideynləri çətin vəziyyətə salır. Çünki təmayül seçməyən şagirdlərin ali məktəbə hazırlaşdıqları ərəfədə məktəb dəyişmək məcburiyyətində qalması onlar üçün ciddi psixoloji gərginlik yaradır. Redaksiyamıza müraciət edən valideynlərdən biri də məhz bu məsələ ilə bağlı narazılığını bildirib. Onun sözlərinə görə övladının illərdir təhsil aldığı məktəbdə təhsilini davam etdirmək istəməsinə baxmayaraq, təmayül seçimi ailəni məktəb dəyişikliyi etmək məcburiyyətində qoyub. Tutaq ki, mən təmayülü seçmək istəmirəm bir valideyn olaraq və eyni zamanda da istəyirəm ki, uşağım 10 ildir təhsil aldığı məktəbdə qalıb, təhsilini davam elətdirsin və buradan alsın attestatını. Təbii ki, buranı bitirsin. Yəni bu dəqiqə valideyn olaraq mənim üzərimdə əlavə bir təlaş var ki, mən övladımı təmayüldə oxumasını istəmədiyim üçün hansısa məktəbə yer dəyişim etməliyəm və təbii ki, istəyirəm ki, yaxın məktəb olsun. Hal-hazırda təhsil aldığı məktəb düz bizim evin yanındaydı. Mən bugün uşağıma əlavə məktəb axtarmalıyam. Övladım buraxılış sinifindədir, ali məktəbə hazırlaşır. Onun üçün də əlavə bir psixoloji gərginlikdir bu. Çünki illərdir öyrəşdiyi pedaqoji kollektivdən, illərdir öyrəşdiyi sinif yoldaşlarından ayrılıb gedib başqa məktəbə adaptasiya olmaq heç bir valideyn istəməz ki, övladı ali məktəbə hazırlaşdığı vaxtda əlavə belə bir yüklə qarşılaşsın. Valideynlərin bildirdiyinə görə bu proses həm də şagirdlərin universitet imtahanlarına hazırlaşmalarını çətinləşdirir. Onların fikrincə təmayül seçmək istəməyən şagirdlər üçün ənənəvi tədris aparılan siniflərin saxlanılması bu problemin qarşısını ala bilərdi. Ekspertlər isə bildirirlər ki, layihənin əsas məqsədi repetitor asılılığını azaltmaq və təhsilin keyfiyyətini artırmaqdır. Problemlərin yaranması isə keçid dövrünün təbii nəticəsidir. Artıq bir neçə ildir ki, Elm Təhsil Nazirliyinin təşəbbüsü ilə pilot layihə olaraq məktəblərdə təmayülləşmə prosesinə başlanılıb. Bakı şəhəri üzrə də bu ildən 31 məktəbdə təmayülləşmə prosesi həyata keçirilir. Repetitorluğu təmayüllü siniflərlə müəyyən qədər azaltmağa imkanlar yarana bilər. Bəzi valideynlər var ki, o valideynlərdə xüsusi narahatçılıq yaranır. Evladının deyək ki, texniki təmayüllü və yaxud da ki, humanitar təmayüllü uyğunsuzluğu yarananda onlar üçün məktəbi dəyişmək problemi yaranır. Bu halda əlbəttə bu da həm valideynlər üçün, həm də yeni fəaliyyətə başlayacaq təmayüllü məktəblər üçün bir qədər gərginliksiz ötüşmür. Ona görə də mən düşünürəm ki, valideynlər də bu prosesi düzdür, ağırlı olacaq, amma bir qədər anlaşıqlı qəbulləməlidirlər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirilib ki, təmayül tədris modelinin tətbiq olunduğu pilot məktəblərdə şagirdlərin təhsil istiqamətinin müəyyənləşdirilməsi zamanı onların maraq və meyilləri, gələcək karyera planlarına uyğun olaraq ixtisas seçimləri nəzərə alınır və şagirdlər məktəbdə təqdim olunan təmayül istiqamətlərindən birini seçərək həmin istiqamət üzrə təhsil almaq üçün müvafiq məktəbə müraciət edirlər. Sitat: təmayül qruplarının formalaşdırılması şagirdlərin seçimləri və həmin istiqamət üzrə müraciətlərin sayı əsasında həyata keçirilir. Belə ki, müəyyən təmayül istiqaməti üzrə kifayət qədər şagird müraciəti formalaşdıqda həmin istiqamət üzrə qrup açılır və tədris prosesi müvafiq tədris planına uyğun təşkil edilir. Şagirdin seçdiyi təmayül istiqaməti üzrə təhsil aldığı məktəbdə təmayül qrupunun formalaşdırılması üçün yetərli sayda şagird müraciəti olmadıqda həmin istiqamət üzrə təhsilini davam etdirməsi üçün alternativ imkan yaradılır. Belə ki, şagirdə seçdiyi təmayülün tətbiq olunduğu digər məktəbdə təhsilini davam etdirmək təklif edilir. Bu halda şagirdin digər məktəbə keçirilməsi və ya yer dəyişməsi müəyyən edilmiş qaydada həyata keçirilir. Alternativ məktəbin müəyyənləşdirilməsi zamanı şagirdin seçdiyi təmayül istiqaməti nəzərə alınır. Statın sonu. Həmçinin bildirilib ki, təmayül tədris modelinin əsas məqsədi şagirdlərin seçimlərini məhdudlaşdırmaq deyil, onların gələcək təhsil və ixtisas istiqamətlərinə uyğun daha məqsədyönlü və dərinləşdirilmiş təhsil almasına şərait yaratmaqdır. Bu səbəbdən şagirdin seçdiyi təmayülün öz məktəbində təşkil olunmadığı hallarda həmin istiqamətin fəaliyyət göstərdiyi digər məktəbdə təhsilini davam etdirməsi üçün müvafiq imkan təqdim olunur. Fatimə Əliyeva, Əsgər İbrahimli, İman İmanlı, APA TV.